Sədaqət xanıma isnadən bəzi fikirlərimi bildirmək istəyirəm. Sədaqət xanım çox gözəl buyurdu ki, Azərbaycan Xalq Parlamenti həm də Azərbaycan xalqına ədalətli seçki sistemini aşılamaq üçün, həm də siz özünüz də bunu dediniz. Teymur bəy, Azərbaycanda bilirik ki, seçki institutu yoxdur, ləğv olunub. İlham Əliyev hakimiyyətə gələndən, hətta ümumiyyətlə Əliyevlər hakimiyyətə gələndən Azərbaycanda seçki institutu deyilən bir şey qalmadı. Əvəzində nə var? MSK, yəni Məzahirin seçki komissiyası var. Düz. Məzahir Pənahovun, onu MSK, yəni Mərkəzi Seçki Komissiyasıdır. Amma biz jurnalistlər onu əvəzləmişik Məzahirin seçki komissiyası deyə bir titulla onu əvəzləmişik, dırnaq arası deyirəm. Və o Məzahirin seçki komissiyası nə ilə məşğuldur? Seçkiləri saxtalaşdırmaqla və biz bunu kameralarda aydın şəkildə də görürdük. Bir var ki, jurnalistlər çəkib, bir də var kameralara yansımışdı bunu. Özdə bunu vermişdilər. Və seçkilər total saxtalaşdırılır İlham Əliyevin xeyrinə. Bir də İlham Əliyevin çaldığı zornaya züy tutan 125 deputat var milli örüşümüzdə. Mən orada milli örüş qoymuşam. Orada deputatları seçdirirlər. Və o deputatlar nə ilə məşğuldur? Bir qismi bizi vətən xaini adlandırır ki, biz dövlət əleyhinə danışırıq. Mən dilim qabar olub, Teymur bəy, bu millətin həmin deputatlarına başa salmaqdan ki, ay bala, dövlət adi şeydir, hakimiyyət adi şeydir. Deyirəm, get dövlətlə hakimiyyətin fərqini öyrən, sonra gəl mənimlə danış. Dövlət əbədidir, hakimiyyət müvəqqəti. Bugün dövlətin başında İlham Əliyevdir, sabah Teymur Əminbəyli ola bilər, Svetlana xanım ola bilər, digər. Hakimiyyət dəyişir, amma dövlət dəyişmir. Əbədi olaraq qalır. Amma bugün Azərbaycanda dövlət hansı idarə üsulu ilə idarə olunur? Avtoritar idarə etmə sistemi. İlham Əliyev kef istəyəni çıxardır, kef istəyəni təyin edir, kef istəyənə medal verir, kef istəyəni belə tutturur və s. Amma gəlin baxaq görək İlham Əliyevin düşərgəsindən kimsə həbs olunurmu? Baxın, Ramiz Mehdivi tutdular mı? Yox. Ramiz Mehdiv hardadır? Evində oturur, qəşəng yeyir, içir. Oradan da izləyir televiziyada, nə bilim, YouTube'dan bizi gülür bəlkə də orada İlham Əliyevin oynadığı oyuna. Amma əvəzində kimi tutdular? Müxalifətdən Əli Kərimlini şərləyərək, belə qurama bir, belə deyək də, məktubla, texnologiyanın inkişaf etdiyi bir dövrdə əl yazma bir məktubla Əli Kərimin şərləyib tutdular. Və bu da nədən irəli gəlir? Yenə də deyirəm, Azərbaycanda seçki institutunu ləğv elədilər. Demokratik seçkilər keçirilmir və səs çoxluğu ilə seçkini saxtalaşdırırlar İlham Əliyev və onun ətrafının xeyrinə. Onlar da konstitusiyanı istədiyi kimi dəyişirlər. Məsələn, Mehriban Əliyeva necə seçildi vitse-prezident? Konstitusiyanı dəyişdilər, referendum keçirib, vitse-prezidentlik orada institutu yaradıldı. Mehriban Əliyeva seçildi vitse-prezident. Yəni, bugün İlham Əliyev yıxılıb ölsə, avtomatik kim olur ölkənin prezidenti? Mehriban Əliyeva. Bu demokratiyadır. Gülüş doğuracaq bir şeydir bu. Dünya bizə gülür. Bugün Azərbaycanda jurnalist həbs olunur. Bugün Azərbaycanda millət vəkili, daha doğrusu hüquq müdafiəçisi həbs olunur. Vəkil, hüquq nədir? Vəkil, yəni hüquqları müdafiə edən vəkil həbs olunur. Azərbaycan, bəli, dünyada analogu olmayan ölkədə, amma hansı baxımdan, mənfi baxımdan, jurnalistin həbsi baxımdan, müxalifətçinin həbsi baxımdan, insanların siyasi düşüncəsinə görə həbsi baxımdan, vəkillərin həbsi baxımından Azərbaycan Şimali Koreya çevrilib artıq. Bütün bunları biz göz yuma bilmərik. Deyirlər ki, siz də göz yumun, xaricdə oturanlar, necə göz yumum mən? Mən əgər burada oturub rahat bir yemək yeyirəmsə, amma Azərbaycanda zibilliklərdə eşələnirlərsə uşaqlar, mən buna necə göz yuma bilərəm? Necə mənim uşağım burada rahat yesin, amma onlar zibilliklərdə eşələnsinlər? Kimdir günahkar? Dövləti qəsb edib, talayan, dövlətin büdcəsini offshore zonalara yatırıb, xalqın cibinə girən İlham Əliyev rejimidir. Siqnal verir də İlham Əliyevə ki, icra başçısı budur və bu hərəkətləri eləyir. Siqnal verir, amma İlham Əliyevin vecinə deyil, öz kefindədir. Avtoritar idarə etmə üsulu ilə ölkədə diktatura rejimi qurubdur. Bir adam səsini çıxarda bilmir. Çıxaran kimi şərləyib həbs eləyir. Bugün əgər yenə də deyirəm, Azərbaycanda həbs olamayan jurnalistlər varsa, onlar hamısı saray yazarlarıdır. Saraydan nə əmir gəlir, ona imza atırlar, onu yazırlar, pozurlar. Bütün bunları biz xalq parlamentində, daha geniş tribunada çıxış eləyərək dünyaya çatdırmalıyıq.
Və bütün buradan Azərbaycan xalqına səslənirəm. İlham Əliyev rejiminə nifrət eləyən, İlham Əliyev rejimindən boğaza yığan hər bir kəsi Azərbaycan Xalq Parlamentində öz sözünü deməyə çağırırım. İnanın ki, ədalətsiz seçkilər keçirilir burada. Çünki mən bir dəfə bunu gördüm. Gəlin, seçilin, sözünüzü deyin. Mən yenə dedim, mənim millət vəkili seçilib, seçilməməyimdən asılı olmayaraq, mən Teymur Eminbəylinin kanalında mən öz sözümü deyəcəyəm. Amma siz də gəlin, mən çox sevinərdim. Xalq mənə etimad göstərsin, seçicilər mənə etimad göstərsin, məni seçsinlər və mən də onların, yəni siz seçicilərin etimadını doğrudacağam. Buna şübhəniz olmasın. Amma sizlər hamınız gəlin, bizimlə birləşin. Mən bugün yeni üzvləri gördüm, gerçəkdən çox sevindim. Və hələ neçəsinin adına Kəmalə xanım mənə deyib, tanış eləyib mənə adlardan. Mən çox sevinirəm. Yüzlərlə adam Azərbaycan Xalq Parlamentinə namizədliyini veribdir. Mən bunu minlərə, 10 minlərə çevrilməsini istəyirəm. Çox sevindim gerçəkdən Teymur bəy. Artıq parlamentə görün nə qədər adamlar namizədliyini verib. Kəmalə xanım mənə bunları təqdim eləyəndə mən o qədər sevindim ki onlar da seçilsinlər, onlar da gəlsinlər, Xalq Parlamentinin kürsüsündən, tribunasından öz sözlərini desinlər. Birləşmiş Millətlər Təşkilatına, Avropa Parlamentinə fikirlərini çatdırsınlar. Mən bayaq bir mətbuatla bağlı bir fikir söylədim ki, 150 illik medalı paylayırdı. Mətbuatda əgər ləyaqətli bir oğul olsaydı, onu əlin arxasını itələyərdi ki, mənim 30 jurnalistim həbsdədir bu günlərim. Mən onların həbsdə olan jurnalistlərin xatirinə bunu İlham Əliyev sənin özə iade edirəm. Onları bıraq sonra mən bunu qəbul edeyim. Azərbaycanda mətbuata tabut qurulub, mərasim çadırları qurulmalıdır. Bunun əvəzinə İlham Əliyev 150 illik medalı paylayır. Sən Azərbaycanda mətbuatı öldürmüsən? Mətbuat yoxdur. Mətbuatı artıq tabutunu qurmuşsan. Mətbuatı tabutda dəfn eləmişsən. Müstəqil mətbuatdan gedir söhbət. Azərbaycandan hansı mətbuat qalıb? İlham Əliyevə tərif deyib, məddahlıq eləyən və çəpik olan bir mətbuat qalıbdır. Bir də hərdən bir sosial problemləri elə-belə işıqlandırır. O da çox yox. Əgər olsaydı Teymur bəy, deməli 11 il Lənkəran, deməli Ağciyər Xəstəlikləri İnstitutunda, xəstəlikləri xəstəxanasında işləyən Nəzirə Məcid sosial şəbəkələrdə isyan eləməzdi. Bu adamı deməli sentyabrda işdən çıxarıblar. Bu adam xəbərtuf dekabrda. Bu adam 4 ay işlədi, pulunu verməyiblər. Maaş almayıbdı. Dekabrda xəbər tutub ki, işləyə-işləyə. Bu adamı oradan işdən çıxarıblar. Bu biabırçılıqdır ölkə çökübdür. İlham Əliyevin, belə deyək də, ancaq öz kefində yaşaması ucbatından. Ancaq bu ailə özü üçün yaşayır. Bodrumda, nə bilim, Fransada özləri üçün mülklər alırlar. Kimin puludur bu? Mənim pulumdur. Yeganə xanımın puludur.